Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlərə imtahanda istifadə olunmuş, indiyə qədər keçirilmiş imtahanlarda istifadə olunmuş ən çətin kater məsələsinin izahını verəcəm. Bundan öncəki izahımızda indiyə qədər ümumiyyətlə düşən ən çətin sual idi, sürət məsələsi. Elə həmin imtahan, yəni MIQ 2023 imtahanında düşmüş kater məsələsi indiyə qədər keçirilmiş MIQ və sertifikasiya imtahanında katerdən bağlı düşə biləcək ən çətin sualdır. Başlayaq sualımızın izahına. Saat 10:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəlcə göldə 46 km, sonra isə həmin gölə tökülən axma sürəti 4 km/saat olan çayda 95 km yol qət etməli idilər. 17:00-da iştirakçılardan biri finiş xəttini keçərək qalib olur. Birinci yerə çıxmış motorlu qayığın öz sürəti və axın ilə olan sürəti cəminin rəqəmləri cəmin 3 misli. Buradan sonraki bizim təbii ki, sonda yerinə yetirəcəyimiz işdir. Əvvəlcə nəyə baxırıq? 10:00-da yarış başlayır, 17:00-da bitir. 17-dən çıxıram 10:00, demək bizim 7 saat vaxtımız gedir. Biz kater məsələlərində zaman-zaman demişik ki, göldə sürət var, çayda sürət var. Bizə deyir ki, 46 km əvvəlcə göldə 46 km gedir. Sonra tökülən göldə. Bax, bunu müəllimlər ən diqqət eləmədiyi yer buradır. İmtahandan sonra da 99% müəllim bu hissədə çaşmışdı ki, bəs müəllim biz bilmirik orada axın ilədir yoxsa axına qarşıdır. Bunu yaxşı olar ki, şəkil üzərində sizə göstərim. Bu bizim gölümüzdür. Göl axarsızdır. Göldə kater öz sürəti hesabına hərəkət eləyir. İndi gölə çay, burada söz var axı, gölə tökülən çay. Bu çay gölə bu formada töküləcək də. Bax, buradan gəlir, buradan axacaq bura. Onda belə çıxır ki, bu kater, bunun üzərindəki katerdə burada çəkirəm. Bax, bu kater buradan göldən çaya keçəndə avtomatik axına qarşı olacaq. Çünki çay bu istiqamətdə gölə tökülürsə, göldən də kater çaya keçirsə, onda bu axına qarşı olacaq da. Katerin istiqaməti bu istiqamətdə olacaq. Bu tərəfə getsə bu gölə tökülən çayda necə ola bilər? Gölə çay tökülür. Göldən çay çıxır demir. İndi bunu nə edəcəyik? Gölün də sürəti 46, göldə də məsafə 46 kilometrdir. Bilirik ki, göldə kater öz sürəti hesabına hərəkət eləyir. Burada da qayığın sürəti mənə verilməyib, çayın sürəti verilib. Çayın sürəti 4 km bölünsün saat. Mən tapmalıyam qayığın sürətini. Bir də saatım məlumdur. 46 kilometri böləcəm qayığın öz sürətinə. Niyə? Çünki buradakı zaman. Mən zamanları tapıb toplayıb 7-yə bərabər eləyəcəm. Göldəki zaman və çayın axınına qarşı olan zaman. 46 bölünsün Q hərfi, yəni Q dediyimiz qayığın baş hərfidir. Bu nə deməkdir? 46 kilometr məsafəni qayığın öz sürətinə böləndə qayığın göldəki zamanını almış olurum. Növbəti davam edirik. 95 kilometr çayda hərəkət edir. Çayda necə hərəkət edir? Axını ilə yoxsa axına qarşı? Az öncə dedik, axına qarşı. Çünki buradan çaya qarşı çıxacaq. Axına qarşı da biz bilirdik ki, hər zaman sürətlər çıxılırdı. Qayığın sürətindən çayın sürətindən çıxırıq 4. Burada 95. Bu nədir? Bu nədir? Bax, bu yazdıqlarımı bərabər eləyəcəm 7-yə. Bura ortaya da toplam işarəsi yazacağım. Yazdığımı indi ispat eləyim. Daha doğrusu izah eləyim ki, bu nədir? 46 bölünsün Q. 46 bölünsün qayıq. Qayığın göldəki zamanıdır. 95 bölünsün qayıq çıxılsın 4. Qayıq çıxılsın 4. Qayığın 95 kilometrlik çayda sərf elədiyi zamandır. Ümumi 7 saat sərf eləməyib, bəli. Gəlirik digər vacib məsələyə. Bu tənliyi normalda həll eləmək kvadrat tənliyə gedir. Bunun tərəfi Q-4-ə vuranda Q kvadrat alınır. Amma biz daha sadə bir araşdırma üsulu ilə bunu izahını deyəcəm. 46-nın bölənləri hansılardır? 2. Mən məsələn burada 46 bölü 2 yaza bilərik. Amma burada 2-dən 4 çıxanda mənfi qalır. Demək 2 getdi. 1 heç yaza bilmərik mənfi. Sonra gəlir 23. Elə cavab 23-dür. Yoxlayaq. Yoxlama üsuludur. 46-nı 23-ə böləndə 2 alınır, üstə gələk. 23-dən 4-ü çıxanda qalır 19. Kəsir xətti də bölmədir. 95-i 19-a böləndə 5 alınır. 2-nin üzərində 5 gələndə elədi 7. Gəldi 7 alındı, əla. Demək bizim qayığımızın sürəti nə qədər imiş? 23 km bölünsün saat imiş. Gətirib burada yerinə yazdıq, yoxladıq. Burada verilən ədədləri mən hardan bilim 23-dür? Yenə deyirəm, 46 bölünsün qayıq varsa, burada 46-nın bölənlərini yoxlamalıyıq. 46-nın bölənləri 1, 2, onları onsuz da alınmır, mənfi alınır, olmaz. Sonra 46-nın özü də var. 46-nı 46-ya böləndə 1 eləyir. 46-dan 4-ü çıxanda qalır 42, 95, 42-yə bölünmür. Demək 46-nı yoxlamaq da mənasızdır. Qayığın sürətini də tapdıq.
İndi bizə deyir ki, birinci ilə çıxmış motorlu qayığın öz sürəti, yəni bu 23. Öz sürəti və axın ilə olan sürəti. Axın ilə sürəti nə qədərdir? 23 üstəgələk 4. Axın sürətlər toplanır. Cəminin, təzədən bunların da cəmi, öz sürəti və axın ilə olan sürətinin cəminin rəqəmləri cəminin 3 misli. Bunları toplasaq, 23 ilə 23, 27, 27 ilə 23 elədi 50. Və təzədən bunun rəqəmləri cəminin, burada da biraz işimizi bizim çətinləşdirmək istəyiblər. Yəni şərtin müxtəlif hissələr qoyublar. 15. Bəs mən bunu həmişə sizə deyirəm ki, nəyisə cavabla işləmək yox, yolunu, qaydasını öyrənmək lazımdır. Son imtahanlarda artıq tənliyi də belə həll edilir. Tənliyin kökünün 3 mislindən 4 payda az və s. və ilə. Bu qədər dəyərli müəllimlər, hər birinizə uğurlar arzulayıram. Endirimli yanvar qrupuna qeydiyyat başlayıb qoşulmaq istəyən müəllimlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Kanala abunə olub paylaşmağı unutmayın. Digər izahlarımızda görüşərik. Hələlik.